Belə bir sual paylaşmışdıq. Vaqifin Gözəlin qoşmasına aiddir. Yenə də keçmədiyimiz bir əsər. Düzdür, bir cümləsini görürük Pər əsərinin təhlilində. Artıq ola həm Kəmalı Gözəlin həmin əsərdir. Keçmədiyimiz əsər olsa da məntiqlə və nəzəriyyə biliklərimizlə çox rahatlıqla cevablaya biləcəyimiz bir sualdır. Yazılı ədəbiyyat nümunəsidir. Bəli, yazılı ədəbiyyatdır. Çünki qoşma olsa da aşıq yaradıcılığı deyil, Vaqifin qoşmasıdır. Deməli, A-nı götürürük. Rədif varmı sizcə burada? Bəli, rədif var ki, Gözəlin adlandırılıb. Rədif olmasaydı, onu yalnız birinci misra ilə adlandırmaq olardı. Deməli, B-ni götürürük. Təhkiyə aparıcıdır, xeyr. Təhkiyə qoşmada, yəni lirik növdə aparıcı ola bilməz. C getdi. Şeir vahidi bənddir. Bəli, bunu bilməyən mi var? Qoşması da şeir vahidi bənddir. D-ni götürürük. Bəzi misraların daxili bölgüsü 4 üstə gəlib 4-dür. Qoşmada misra daxili bölgü 4-4 ola bilməz, çünki 11 hecalıdır. 6-5 olar, 4-4-3 olar, 5-6 da ola bilər hətta, amma 4-4 ola bilməz. Deməli, E-də getdi. Düzgün cavab A, B, D, yəni A variantı.